Xeyir olsun değerli izleyiciler. Biz bu günlerim Kapitan Əliyev Füzuli Vidadoğlu'nun evimizdə aynı Baylı Güləni ziyaret edirik. Allah'tan şəhidimizə rəhmət edirik. Biz gözümüzə borc bildik ki, şəhidimizin ailesini bugün çəkək, işıqlandıraq. Bir şəhiddən sonra övladını necə xatırlayırsan? Bir şəhid anası olaraq, mən Kapitan Füzuli Əliyevin anasıyam. Füzuli çox evdə də, məktəbdə də nümunəvi uşaq olub, institutda da nümunəvi uşaq olub, iş yerində də nümunəvi işçi olub. Hamı onun layiqli bir kapitan olmağından danışır. Çox yaxşı övlad olub. 63 saylı orta məktəbi qutarıb, sonra Naxçıvan İnstitutunu qutarıb. Sonra akademiyanı, Heydər Əliyev adlı akademiyanı qutarıb, onu müvəffəqiyyətlə qutarıb, oxuyub qutarıb. İlk iş yeri Gəncədən başlayıb, sonra bütün qaynar nöqtələrdə 6 il Murov dağında işləyib. Ondan sonra axırıncı ili Mingəçevirə gəlib, Mingəçevirdən də onu göndərdilər Suqovuşana, orada şəhid oldu. Dövlət tərəfindən verilən medallar hansıdır? Dövlət tərəfindən verilən vətənə qüsursuz xidmətlərinə görə, Suqovuşanın azad olmasına görə 3-cü dərəcəli Rəşadət ordeni. Bir ana olaraq şəhidimizin hansı son sözü yadınıza düşəndə göz yaşlarına hakim ola bilirsiniz? Hər bir sözü. O elə bil ki, gəlmişdi, bir həftə qaldı. O bir həftədə elə bil ki, çox narahat idi. Ancaq ki, bizə heç nə demirdi. Çox narahat idi. Mən elə bilirdim ki, evdə atası xəstədir. Elə bilirdim ki, atasına görə, evdəkilərə görə narahatdır. Nəinki o bilirdi ki, müharibə olacaq. Amma mən onu bilmirdim. O ayın 26-sı getdi. 26-sı gedəndə 27-si həmin gecə, gedən gecəsi müharibə başladı. Hər gün zəng eləyirdi atasına, qardaşına, bacısına, mənə. Hər gün zəng eləyirdi. Hər dəfə soruşanda ki, hardasan ay bala, deyirdi lazım olan yerdə. Çox qeyrətli oğul idi Füzuli, çox. Bizim qayğımızı çəkirdi. Gündə neçə dəfə zəng eləyirdi. Hər tərəfli, nə deyim sizə, bacısının uşaqları ilə maraqlanırdı. Atası xəstə idi, atası ilə danışırdı gündə neçə dəfə. Bacısı ilə, qardaşı ilə, hamımızla danışırdı. Ancaq axırıncı dəfə gələndə, o şəhərə gələndə axırıncı dəfə, İnanın bir həftə qaldı burada, heç hara getmədi. Nə əmilərinin evinə, nə dayılarının evinə, heç kəsin evinə getmədi. Heç gəzməyə də getmədi. Bir neçə dəfə öz iş yoldaşlarına görüşdü, ancaq pastiyan evdə olurdu. Ancaq ki, Füzuli nişanəsiz getdi, ailə qurmadan getdi. Füzulinin heç nəyi qalmadı. Çətin olsa da mən Füzuli ilə fəxr edirəm. Qürur verir, amma çox çətindir, çox çətindir. Bala itkisi, Allah heç bir validənin bala itkisi verməsin. Ucu 6 ilə keçib yolunu gözləyirəm. Qapı döyələndə də, zəng çalınanda da elə bilirəm Füzuli gələcək. Gözləyirəm Füzulini. Mən onu istəyirəm, ona tez qovuşub. Fərasət bacının evini ziyarət eləməyə, Füzuli balamızın ev muzeyinə. Allah Füzuli balamızın məkanını cənnət eləsin. Fərasət bacıya bol-bol səbir versin. Mən də Abbasov Elminin anası Bahar Anıyam. Bugünkü gün özümüzə borc bildik balamızın evinə, muzeyinə ziyarətə gəlməyə. Allah hamının canını sağ eləsin. Şəhidlərimizin yeri cənnət olsun. Allah sizdən də razı olsun, ən gözəl balam. Allah sizə can sağlıq versin. Düz indi qonaq gəlmişik, biz gərək Füzuli balamızdan danışaq. Ancaq özümə borc bilirəm, öz balamla da danışaq. Mən də balam könüllü olaraq müharibəyə qatışıb. Mənim balam belə körpəlikdən, həqiqətən bu uşaqlar hamısı igid qəhrəman imiş. Anadan olanda bunlar mələk olublar, biz bilməmişik. Mənim balam
körpə yaşından 4-cü sinifdə, 1-ci sinifdən oxuyanda həmişə bayrağı seçirdi. Bayraq üstün tuturdu. Axırda da bayrağa büküldü. Bayraq onun ən böyük şan-şöhrətli torpağı, vətəni, anası oldu. Anasını atdı, evladın, atasının anasını atdı, torpağı əziz sandı özünə. Torpaqları aldı, özü geri qayıtmadı. Mən nə deyə bilərəm? Mənim balam könüllü gedib, ona görə mən... Amma Elvin çox ana, ata canlı, qolmarəbə canlı. İgid qəhrəman, kimdən soruşsuz, hamı deyər ki, Elvin nə tər oğlandı. Allah yerlərin cənnət eləsin. Vallahi danışa bilmirəm. Allah hamısının yerin cənnət eləsin. Sağ olun sizə. Bugün gəlmişik bura Fərasət bacının evinə qoyuq, Füzulidən danışaq. Allah Füzuli balamızın da yerin cənnət eləsin. Cəm şəhidlərimizin məqamı uca olsun. Biz bugün gəlmişik Şəhid Əliyev Füzulinin evinə, ev muzeyinə gəlmişik. Fərasət ananın ziyarətinə gəlmişik. Füzuli balamızın ev muzeyinə gəlmişik. Mən kapitan Pənahov Əkbərin anası Mayqa ana. Bizim oğullar hərbiçi olub. Vətənə neçə il qulluq eləyiblər. Zabit olublar. Biz bugünkü günü bilirdik ki, 30 illik torpağımız işğal altındadır. Buna bizim oğullar hazırdır. Ancaq bizim oğullar aprel döyüşündə də iştirak eləyibdir. Tovuz döyüşündə də iştirak eləyib. O döyüşlərdən sağ çıxıblar. Talih elə gətirdi ki, 30 illik torpağı bizim oğullar, qəhrəman oğullar tarix yazdı. Ana vətən deyib getdilər. Vətəni anadan üstün bilib getdilər. Neytralda qaldılar. Müharibə qalıqdı, döyüş yolları Murov dağından keçdi Əkbərin. Füzuli balam da Murovda işləyib 6 il, Əkbər də Murovda 1 il işləyib, Murovun zirvəsində. Çox çətindir, hərbi yolu deyirlər, çətindir, həm də qürurludur. Bunlar müharibəyə hazır idi, döyüşdülər, şəhid oldular. 50 gün Füzuli balamız neytralda qaldı. 9 ay Əkbərim neytralda qaldı. Bu dərdə biz analar belə dözdük. Çox çətin idi bizim üçün. Bizim burada Bahar anamızda bir yerdə oluruq həmişə, bir yerdə ziyarətə gəlmişik. Bizim Elvin balamızın bir videosu var. Həmişə onu mən baxıb ağlayıram. Anaya deyirəm ki, ana, bizim oğullar hərbiçi idi. Döyüşə hazır idilər, müharibəyə hazır idilər. Ancaq müharibə qalxanda bizim Elvin balamız, bizim oğullar, bizim cənab prezidentimiz İlham Əliyevin bir yumruq, dəmir yumruq olaraq bunlar döyüşə qatılandılar. Elvin balamız könüllü olaraq elə 50 yumruğunu stola vurub getdi ki, sinasını süpar elədi, getdi. Döyüşdülər, igid oldular, qəhrəman oldular. Qəhrəmancasına şəhid oldular, tarix yazdılar bizim balalar. Çox çətin oldu biz analar üçün. Bizim Əkbərimin müharibədən sonra 3 dənə medalı var. Biri ordendi, ikisi medal. Kapitan rütbəli idi özü. Vətən uğrunda medalı var. Kəlbəcər uğrunda medalı var. Rəşadət ordeni var. Kiçik adı veriblər, sağ olsunlar. Abidəsi var, bulağı var. Nə bilim, çox çətindir. Belə baxıram, hərdən balkondan baxıram həyətə. Balamın abidəsinə baxanda deyirəm, Allahım, mən hansı oğlun anasıyam? Ona fəxrlənirəm, qürurlanıram. Ancaq ki, ev həyətdə o qonşularla oturmuram, düzə bilmirəm. Onlar deyib güləndə mən ağlayıram birdən ki, bunlar deyib gülür. Mənim ürəyimdə o yara sızıltı ürəyimdən getmir. Hamıya həyat verdilər. Vətən uğrunda getdilər. Allah bizi qoruyanları qorusun. Heç bir müharibə olmasın. Analar gözü yaşlı qalmasın.
Sağ ol bala, Elvin bala. Sən də çox sağ ol. Biz şəhid ailələrini ziyarət edirsiniz. Həmişə biz anaları həmişə bizim dərdimizə şərik olursunuz. Allah sizə şəfa versin. Sağ olun ki, gəlib şəhid ailələrini ziyarət edirsiniz. Sağ olun ki, gəlib belə çəkiliş edirsiniz. Şəhidləri unutmursunuz. Sağ olun. Allah razı olsun. Bizi qoruyanlara Allah qorusun. Sağ olun, var olun. Deməli, biz bu günləri bizim nur üzlü şəhidimiz, hamımızın bildiyi kimi 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olub şəhadəti ucalan bizim əzizimiz kapitan Əliyev Füzuli Vidadıoğlu'nun anasının çağırışı ilə gəlmişik onların evini ziyarət eləməyə. Əvvəla mən bütün Azərbaycan xalqını, böyük türk dünyasını, müsəlman bacı qardaşlarımızı Ramazan bayramı münasibətilə təbrik edirəm. Ramazanın sevincini yaşayan hər kəsə, başda şəhid ailələrimiz olmaqla uca Allahdan can sağlığı arzulayıram. Arzu edirəm ki, ölkəmizə sülh, əmin-amanlıq olsun. Necə deyərlər, gələcəyimiz olan gözəl balalar sülh içində yaşasınlar. Vətən əmanəti olan şəhidlərimizin övladlarına, ömürgün yoldaşlarına, bacı qardaşlarına, əlbəttə başda ana və atalarına Allahdan can sağlığı arzulayıram. Uca Allah bizim başda Ali Baş Komandamız, ölkə prezidenti cənab İlham Heydəroğlu Əliyevə can sağlığı versin. Onun dəmir yumruğu altında məhz bu anaların övladları, kapitan Əkbər Pənahovun anası da buradadır. Füzuli kapitanımızın anasını görürsünüz. O da bizi ilə bir yerdə, yəni onun evində biz qonağıq və mənim əziz tələbəm Elvin Abbasovun, yəni o da könüllü 44 günlük vətən müharibəsində vuruşub və o ana da bizi ilə bir yerdədir, oturmuşuq burada. Siz bilirsiniz, mənim digər tələbəm də Xüsusi Təyinatlı Qüvvələrin başgiziri, şəxsi tələbəm Sübhan Əbdürrəhmanlı da müharibədə olublar. Yəni mən onları ayıra bilmərəm, çünki onlar həmişə bir yerdə olublar. Cəmi şəhidlərimizi ayıra bilməliyik. Onlar vətən dedilər, necə deyərlər, urra dedilər, irəli getdilər. Qızıl qanları ilə qızıl tarix yazdılar. Bizə görə onlar canlarını fəda elədilər. Və biz də, mən nə xoş halımıza ki, bugün biz məhz anaların ətrafında oturmuşuq. Çay süfrəsindəyik. Öncə ana bizi çörəklə, duz çörək kəsdiyi evində. Mənə şəxsən çox xoş olur analarla bir yerdə olmaq. İnanın Allah, biraz indi işlə bağlı əvvəl kimi görüşə bilməsəm də. Amma həmişə bizim qrupumuz var. Mən orada deyirəm ki, analar sizinlə bir yerdə olanda mənim üçün çox xoş idi, çox gözəl idi. Bir daha dedim, qardaşımıza, yəni bizim Füzulimizin atasına Allah qəni-qəni rəhmət eləsin. Allah anasına ömür versin. Füzulinin maması, Allah sizdən razı olsun. Bugün bizi dəvət elədiniz. Onu da qeyd etmək istəyirəm ki, bizim nur üzlü şəhidimiz şəhadətə ucaldıqdan sonra atası Vidadi müəllim 2 aydan sonra dünyasını dəyişdi. Bəli. Çox çətindir, amma qürurludur. Allah rəhmət eləsin ana ömürgün yoldaşınıza. Allah balavuzun məqamını cəm şəhidlərimizdən ucadan uca etsin inşallah. Burada bizim Əkbər, kapitan Əkbərin anası əyləşib, Mayqa ana. Mən onlara həmişə övladlarının adı ilə müraciət edirəm. Yəni, bunu hamısı bilirlər. Bizim nur üzlü şəhidimizin vətənə əmanət 2 gül balası qalıb. Onu da qeyd edim ki, dünənləri kapitan Əkbər Pənahovun oğlunu Rəsulun doğum günü idi. 11 yaş tamam oldu. Onu ürəkdən təbrik edirik. Ona möhkəm can sağlığı arzulayırıq. Amin Allah. Yaxşı, sağlam böyüsün, gözəl böyüsün. Və burada mən təqdim eləməyə ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi. Onların balaları zaten Azərbaycanın adını dünyaya tanıtdılar. Və Elvin Abbasovun anası Bahar ana da bax görürsünüz burada əyləşib. Elvinin qardaşı oğlanları, 2 qardaşı oğlu və qardaşının qızı da mənim şəxsi tələbələrimdir. Elvin çox məşqdə çox çılğın idi. Bir dənə sözü vardı. Müəllim, bizim cəngavər kimi oğlanlarımız var. Bizim niyə torpaqlarımız oradadır? Niyə almırıq? Sözə baxın, niyə almırıq? Yəni bu uşaqlar vətən eşqi ilə yaşayırdılar. Vətən eşqi ilə böyüdülər. İnanın Allaha. Bugün bizim zalımızda biz məşqə başlamamışdan öncə mənim əziz qardaşım, biz ilk öncə Azərbaycan Respublikasının dövlət himnini oxuyuruq. Və bir gərək gəlik cəm şəhidlərimizi sükutla tənzim edirik ayaq üstə. Bunu nəyə görə mən edirəm? Bunu ona görə edirəm ki, bu həyat qısadır.
Mən də bu həyatdan gedəcəm. Heç kəs əbədi qalmayacaq, amma şəhidlərimiz əbədi yaşardılar. Mən də istəyirəm ki, bizim Azərbaycanın gələcəyi olan gənclərimiz şəhidlərimizi yaşatsınlar. Düzdür, biz deyirik onlar yaşayır. Amma yaşayır, onu paylaşım eləsinlər, onu bölüşsünlər. Yəni bu arada biz bir neçə il bundan öncə cənab prezidentimizə rəsmən müraciət elədik. Bax, xatırlayırsınız da, biz müraciət elədik. Analar da imza atdılar ki, yarışlar keçirilsin dövlət səviyyəsində. Sağ olsunlar, göndərdilər İdman Nazirliyinə, biz də orada qəbulda olduq. Yəni, ondan sonra bizim yarışlarımız da keçirildi. Mən də tələbəmin xatirəsinə yarış keçirdim və bu analara söz vermişəm. İnşallah cəm şəhidlərimizin xatirəsinə biz yarış keçirəcəyik Allahın izni ilə. Sağlıq olsun. Analar, sizin nə sözünüz var? Nə demək istəyirsiniz? Sağ olun ki, biz anaların həmişə yanında olursunuz. Allah sizdən razı olsun. Borcumuzdur. Siz şəhid aşıqsınız. Sağ olun. Çox sağ olun Arzu müəllimə. Allah Biz sizə də arzularınızı həqiqətən çox sevindik ki, sizə bizlə bir biz şəhid ailələri tək Füzuli qoymursunuz. balamızın Sağ olun. Bəli. evində bizi bir yerdə ziyarətdə olduq. Çox sağ ol. Siz də sağ olun, Həqiqətən borcumdur. mənim Balam könüllü qatıldı. O qüvvəni, o hünəri əvvəl evdə anadan, sonra müəllimdən götürür. Bəli. Həqiqətən də o könüllü olmağın elə sizi kimi bu cünə mərd müəlliməsi var idi ki, o da könüllü qatıldı müharibəyə. Torpaqları aldı, ancaq özü geri qayıtmadı. Bəli. Hamısının yeri cənnət olsun. Allah canınızı sağ eləsin. Çox sağ olun. Arzu müəllimə. Siz də Sağ olun ki, belə gündə məni tək qoymadınız. Çox Borcumuzdur. sağ olun Arzu müəllimə, Mayka bacı, Bahar ana. Can. Çox sağ olun ki, gəldiniz belə gündə məni tək qoymadınız. Allah Sağ razı olun. olsun. Allah yeri Ha, cənnət Allah eləsin. yeri Yəni cənnət biz eləsin. amin, amin. Onlar zaten cənnətdədirlər. Bizim borcumuzdur. Biz onları yada salmalıyıq. Gələcək nəsil, mən yenə deyirəm, çox vaxt mənə deyirlər ki, ay Arzu müəllimə, sən nə çox paylaşırsan şəhiddə. Ay sən elə deyirsən gələcək nəsil. Deyirəm, xeyr. Paylaşıram ona görə ki, o uşaq görür, o uşağın böyüyü görür. Yəni səmimi olaq da, bugün rahat gedib gəliriksə evimizə, eşiyimizə, işimizin, gücümüzün dalınca, vallahi billahi biz o şəhidlərimizə minnətdarıq, o qazilərimizə minnətdarıq, o könüllərimizə minnətdarıq, veteranlarımıza minnətdarıq. Mən buradan bütün Azərbaycan xalqını, başda şəhid ailələri, anaları, ataları, ömür gün yoldaşları, vətən əmanəti olan şirin şəkər balaları, bacı qardaşları olmaqla bütün Azərbaycan xalqını bir daha Ramazan bayramı, Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əziz qazilərimiz, veteranlarımız, könüllərimiz, sizin də analarınız, atalarınız, ailələrinizi, sizləri təbrik edirəm. Allah sizlərə yardımcı olsun. Allah dünyamızı salamat eləsin. Bütün ölkəmizdə sülh, əmin-amanlıq olsun. Arzu edirəm ki, bu anaların ömrü uzun olsun. Balaları paylaşım eləsinlər. Yəni bizim çoxlu idmançı şəhidlərimiz də bilirsiniz. Yəni bizim çoxdur. Misal üçün bax Elfaq dedik, bax Elfaq. Gör nə gözəl analarsınız. Burada hamısını yada saldınız siz. Sizə dərin təşəkkürümü bildirəm. Siz də şəhidlərimizi yada saldınız. Bax sonra Qələndardır, Elfaqdır, Salihdir, Elmandır, sonra Seydəlidir. Yəni mən bilirəm ki, öyle Süphandır mənim öz tələbəm. Hamısı bunlar bizim uşaqlardır. İstir idmançı olsun, istir qeyri-idmançı olsun. Onlar vətən yolunda getdilər. Bu amal yolunda getdilər. Gəlin şəhidlərimizi unutmayaq və unutturmayaq. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ ol Arzu müəllimə. Sağ olun. Qurban olaram sizə. Sağ olun Arzu müəllimə. Siz də sağ olun. Siz diqqətinizə görə var olun. Təşəkkür edirəm. Elman qardaş, siz də sağ olun. Elvin qardaşım, gözün işıqlı həmişə olsun. Həmişə belə söz sahibi olasan. Allah sizə şəfa versin. Tezliklə siz də Allah arzularınızı çatdırsın. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür-hönkür ağlayıram. Balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik.
Qurban olum bir gecəlik. Nə olar? Nə olar? Gedək evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul? Nə olar? Gedək evimizə. Rəvadırmı sənsiz qalam? Gül qoxunu daşdan alam. Oy şəhid balam, igid balam. Nə olar? Nə olar gedək evimizə. Şəhidliyə çatan balam. Şəhidliyə çatan balam, torpaq altda yatan balam. Xəstə düşüb atan balam. Xəstə düşüb atan balam. Nə olar? Gedək evimizə.